Vəkili bildirdi ki, bununla həmin ailələr həm 315 manat müavinət ala bilər, həmçinin analar, bəzi hallarda isə atalar daha tez, yəni güzəştli şərtlərlə pensiyaya çıxmaq imkanı qazana bilərlər. Bu bir tərəfdən 3 və daha çox uşağı olan ailələrin aylıq müavinət almasına imkan yarada bilər. Çünki sosial müavinətlər haqqında qanunda çox uşaqlı ailələrə müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu imkan verə bilər ki, xüsusən nəzərə alsaq ki, hazırda çox uşaqlı ailələrdə hər uşağa aylıq olaraq 105 manat ödənilir. Bu deməkdir ki, 3 uşaqlı ailələr çox uşaqlı hesab olunduğu halda həmin ailələrə ayda 315 manat müavinətin ödənilməsi mümkün ola bilər. Digər tərəfdən isə həmin ailələrdə praktik olaraq valideynlərin, anaların və bir sıra hallarda ataların daha tez pensiyaya çıxması mümkün ola bilər. Qanun layihəsinə dəyişiklik qəbul olunarsa, o zaman həmin ailələrdə valideynlər 3 il daha tez pensiyaya çıxa biləcəklər. Aytən Fehruz, Xəzər xəbər.